Salam uşaqlar, bugün yenə sizə təzə suallardan çətin görsənən sualın çox asan cavabını verəcəm. Deməli, bizə ABCD kvadratı verilmişdir və kvadratın daxilinə çevrə çəkilmişdir. Bizə deyilir ki, YF parçasının uzunluğu 8 bölünsün kökdə 5 olarsa, kvadratın tərəfinin uzunluğunu tapın. Gəlin ilk öncə O və F nöqtələrini birləşdirək. O və F nöqtələrini birləşdirdik. Və O F bərabərdir olsun X. O F x-dirsə və bu çevrə kvadratın daxilinə çəkildiyinə görə o zaman kvadratın tərəfi nə qədər olacaqdır? 2x olacaqdır. Yəni ki, burada x olacaq, burada x olacaqdır. Sonra gəlin bu O nöqtəsindən YF parçasına perpendikulyar çəkək. Olsun OH. Perpendikulyarı çəkdik. Biz də bilirik ki, mərkəzdən vətərə perpendikulyar çəkilibsə, vətər nə olur? 2 bərabər hissəyə bölünür. Yəni, YF 8 bölünsün kökdə 5 isə, o zaman burada olacaqdır 4 bölünsün kökdə 5, burada olacaqdır 4 bölünsün kökdə 5. Digər tərəfdən, bilirik ki, bu bucaqda 90 dərəcədir, kvadrat olduğuna görə, bu bucaqda 90 dərəcədir. Sonra, OF radius olduğuna görə nədir? Bu CD toxunanda nədir? Perpendikulyardır. Perpendikulyar olduğuna görə, deməli, o F nədir? AD-yə paraleldir. Və biz bilirik ki, paralel düzləklərdə daxili çarpaz bucaqlar nədir? Bərabər. Bax, yəni, bax, buradakı bucaq, bu bucaq bərabər olacaqdır. Bax, buradakı bucaq, daxili çarpaz bucaqlar nədir? Bərabər. Hər iki düz bucaqlı, üç bucaqda, bax, bir dənə iki bucaqlar nədir? Bərabərdir. O zaman, o bir iki bucaqlarda nə olacaqdır? Bir-birinə bərabər olacaqdır. Bax, buradakı bucaqla bərabər olacaqdır. Bax, buradakı bucaqla. Deməli, bucaq-bucaq əlamatına görə biz artıq deyə bilirik ki, bu OHF üçbucağı oxşardır üçbucaq FDA-ya. Və fikir versək, bax, buradakı qırmızı bucağın qarşısındakı tərəf, burada X-dir də, nədir? Buradakı qara bucağın, qara rəngini göstərilmiş bucağın tərəfin yarısına bərabərdir. Eyni qaydada, bax, buradakı qırmızı bucaqda, buradakı qara rəngini göstərdiyi bucağın qarşısındakı tərəfin nə olacaqdır? Yarısı olacaqdır. Yəni ki, bu OH nə qədər olacaqdır? 2 bölünsün kökdə 5 olacaqdır. Burada biz Pifagor teoreminə görə x-i tapsaq, x bərabər olacaqdır kök altında necə? 4 bölünsün 5, üstə gəlinsin 16 bölünsün necə? 5. Bu da olacaqdır 5-də necə? 20. Oradan da 4 kök çıxacaqdır necə? 2. X bərabər necə tapdıq? 2 tapdıq. Bizdən nəyi soruşurdu? Kvadratın tərəfinin uzunluğunu soruşurdu.